Necəsiz? Hər vaxtınız xeyirli uğurlu olsun. Nətərsən həyatım? Özünü necə hiss edirsən? Süper. Bu günləri hara gedirik, adını demirik. Haralara gedirik, adını demirik. Birazdan göstərəcəyik sizlərə. Qəşəng yerlərə gedirik. Çox gözəl hava var. Yazın sonu, yayın əvvəlinin havasıdır. İstəyərdim ki, sözü verim Emil'e, biraz Emil danışsın. Çünki hər dəfəsində mən danışıram, izləyicilərim deyir ki, icazə vermirsən ki, Emil danışsın. Danış, buyur. Doğrudan deyirsən. Bəli. İstanbul çox gözəl şəhərdir. Özür dilerim. Gözəl. Gördünüz ama budur. İcazə verin, qoy mən danışım da. Mən danışırım. Niye danışırsın həyatım? En güzel şeyler danışsa. Belediye olanı kamera söndürəndən sonra dil ötürsən ki mən üçün. Mən təsəvvür edirəm ki, o... Gəldik, çatdıq Böyük Adaya. İstəyirəm ki, izləyicilərimə bildirim ki, artıq Böyük Adada Eminönündən qalxıb gəlmək olmur bura, ancaq Kabataşdan gəlir və adam başı 100 TL. Yəni bizim pulun 4 manata gəlirsiniz, bura 4 manata qayıdırsınız. 1 saat yarım yol gəlirsiniz, gələndə də tövsiyə edirəm ki, özünüzdən başa alsat götürün ki, gəmidə yatasınız. İnanırsınız, biz hələ də gəmidə yatırdım ki, yuxuya gedirdim. Arkadaki bu oğlan, afuş çatdıq, Böyük Adaya çatdıq, düş. Paylaşacağım sen yatmak var orada. Ay, çəkmisən? Söyleyeceksin. Qəşəng hava var, əsil. Yay havasıdır burada qızlar, hər kəs belə qolu açıq geyinir. Amma azmaz külək var. Ürəyim nəsə istəyir, amma bilmirəm nə istəyir. Sizdə belə şeylər olur qızlar. Əvvəllər Coşarsan Göy kilsəyə gedir, dağın başına. Əvvəllər atlar var idi Böyük Adada, yəqin yadınızdadırsa. Laf axırda otlar. İndi isə, olar. İndi isə artıq o... Ben burada istirap oturum bacıqım. En arada siz ikimiz de pencerenin kırağında. Beləyiz də biz. Hiç farkında değilim. Burada da bir hula bir ayrı oturdular. Zaman saf olmuşsan, bas qurban sənə. Ya bir şey sorayım. Ayrı oturayım da atış keserim yanına da. Deməli, burada əvvəllər yəqin yadınızdadırsa, yetimlər bayaqdan 2 dənə avtobus qaçırdım. Atlar var idi və atların pis qoxusu gəlsə belə, Böyük Adaya yaraşır deyən o atlar faytonlar idi. Amma təəssüflər olsun ki, indi o nə o atlarda əsər-əlamət var. Amma təəssüflər olsun ki, indi o nə o atlarda əsər-əlamət var, nə o faytonlarda əsər-əlamət var. Ancaq avtobuslar burada yalnız və yalnız arxada, qarşıda cürbəcür avtobuslar və getdiyi səmtlərdə hamısı üstünə qeyd ediblər. 93 TL adam başlı bu avtobusa binmək üçün. Master kartla, əgər sizin İstanbul kartınız varsa, yox, İstanbul kartınız yoxdursa, yalnız viza kartınız varsa 160 TL, yəni 7 manat neçəsə qəpik verək kartınızdan pul çıxılar. Biz də İstanbul kartı almadıq. İndi yaşayırız belə gedək. Viza kartımızdan çıxdı, adama 7 manat. İndi minəcək, yəni qayıdışa təzədən pul ödəməlisiniz, nəzərinizdə olsun. Gediş üçün. Gediş üçün pul ödədik 7 manat. Gedək, gezdirəcəm sizə maraqlı yerləri çəkəcəm indi. Böyük Adada bura kilsəyə gedən yoldur. Üzü padyon belə yuxarı doğru qalxırıq. Bu ağac mənim diqqətimi cəlb elədi. Bir tane bura baxın. Mənzərəmizə hələ də gedirik. Dedim bir buralara gəlməmişəm Böyük Adada göstərim. İncir ağacına bağlanan saplar falan böyle. Tam baxın buralara. Oy. İnanırsınız nə qədər turist var. Özdə elə çətindir görün necə adam yeriyir. Şimdi o parka Aha, qarşıdadır deyəsən. Artıq çatdığımı görürəm.
Arxada gördüyünüz bu Yunan kilsəsidir. Düz böyük adanın ortasında nə qədər 1 kilometrə qədər ayaqla yol gəldikdən sonra belə özü bilirsiniz belə yoxuşlu yol gələ-gələ çıxdıq nəhayət bura. Gəldik içərisini paylaşdım sizlərdən. Gördünüz necə gözəldir, ərişi olan bir kilsədir və buranın da mənzərəsinə baxın. Görün necə mükəmməldir. Bura gəlməmisinizsə mütləq gəlin. Yolda gələ-gələ bir ağaclar görürdüm. Ağacların üzərində nələr bağlamışdılar, iplər bağlayıblar. Nə bilim, kağızlar bağlayıblar, saplar bağlayıblar. Həmən o ağaclar öz-özümə gələm, deyirəm ki, bu niyə belə eləyiblər? Görüm kilsənin qarşısında bir söz yazıblar. O sözü indi burada yerləşdirəcəm. Bir dənə o yazılışa baxın, mənaya. Bir dənə də mənzərəyə baxın. Emil, neyinirsən Emil? Hə? Neyinirsən həyatım? Adaya baxıram. Oradakı evlərdə bəziləri var, küçüklərdə. İndi bir dənə yer var oraya. Çox yorulduq. Bugün çox yorulduq. 15 kilometrə qədər yol yerimişik, haralara gəzmişik, haralara getmişik. Hansı dizilərin çəkildiyi evləri gəzmişik, çəkmişik və bir də gördüm ki, dostlarımız zəng ediblər Bakıdan ki, istəmərik sizin əhvalınızı korlayaq, amma məşhur bir influencerın səhifəsi təəssüflər olsun ki, bağlanır. Təbii ki, bu da mənim yoldaşım ola bilərdi. Bu oğlan səhifəsi getdi bir anlıq. Yəni keyfi pozuldu. O da nəyə görə keyfi pozuldu? Dedim, mən nə qədər yerlər gəzmişəm, şəkilləri oraya yükləyib, telefondan silmişəm. Heyf oldu o qədər şəkillərim. Yəni onu maraqlandırmır orada 70 min, 80 min, yəni nə var, nə yoxdur. Deyir, orada ancaq mən maraqlı bir şeylər paylaşırdım. Həqiqətən keyfi çox korlanır. Mən səni qoymaram keyfin korlansın. Instagrama etiraz falan göndərdim. Bayaqdan qutdalanıram. Bir də gördük səhifəsi açıldı. Bu oğlanın moralini yerinə gətirmək üçün o səhifəsində takipçiyə göndərin. İzləyicilərimə bir sual vermək istəyirəm. Sizcə Böyük Adada bu villa hansı kinoya məxsusdur? Və həmən kino hal-hazırda sezon finalına çıxıb. İnşallah davamları olacaq çəkilişlərin. Amma bir çoxlarınız tanıyırsınız. Çünki bir çoxlar tərəfindən izlənilən, baxılan, reytingi yüksək olan deyin görüm hansı dizidir? Bura gəlmək üçün nə qədər yol qət eləmişik. Belə şirkət, belə məsuliyyətli heyət harda var? İnanın ki, bu qədər yoxdur. Yəni, özləri yerləri alırlar, saatı öncədən bəlli eləyirlər. Arifə xanım, yeriniz buradadır, saat bu vaxtı çıxın, bax, gecikməyin. Yəni, mən artıq ikinci səfərimdir ki, Flyblastla həyata keçirdirəm və o qədər məmnunam. Hələ demirəm qarşıda nə qədər aldığım biletlər var. Hər birini səbirli, təmkinli şəkildə Mədinə xanım mənim üçün alır. Yerləri hətta bir dəfə bir biletimi dəyişim etmək lazım oldu. İnanın ki, yazıq Mədinə xanımın başını xarab eləmişəm. Mədinə xanım bu saatda olacaq, burada olacaq, bu otelidir ki, budur ki, belə. İnanırsınız mənim nazımla necə oynayır? Nəinki mənim nazım, bütün müştərilərə qarşı bu qədər həssas yanaşırlar. Dünən getdiyimiz oteldə işləyən bir bəy var, Azərbaycanlıdır. Deyir, mən sizi Flyblast sayəsində sizin səhifə ilə tanış oldum. Oteldə işləyən bəy bizə bildirdi ki, Flyblast şirkətindən mən Amerikaya viza alırdım və sizin səhifənizi orada gördüm. Gördüm ki, siz həmən səhifəni reklam edirsiniz. O qədər bir sevindim ki, düzgün ünvanda olduğumu, düzgün bir yerə müraciət elədiyimi tam əmin oldum. Həqiqətən o qədər sevinirəm ki, sizin mənə qarşı olan bu inamınız, bu sevginiz mənə o qədər qürurlandırır, o qədər sevindirir ki, inşallah ki, bir çox qarşıda səyahətlərimiz var və onların hər birinin belə rahat olduğu üçün biletlərini, gedişatlarını hər birini Flyblastdan əldə edəcəm. İnanıram ki, mənim izləyicilərim sezonda ən gözəl yerləri bron eləmək istəyirlərsə, tur paketləri, hətta kredit şərtləri ilə Flyblastdan əldə edə bilərlər. Həm viza şərtlərini mükəmməl səviyyədə, yüksək səviyyədə həyata keçirirlər, həm tur paketləri, həm yalnız biletləri, yəni istədiyiniz hər bir şeyi mənim adımı verin. Deyin ki, bir damcı bizə endirim eləyin.